Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru əlaqələrinin olmaması Türk dünyasında bir bağ qopması deməkdir. Bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi brifinqdə deyib. Partiya sədri bildirib ki, bu mənada dəhliz son dərəcə vacibdir və Ermənistan üçün də yaxşı vədlər ehtiva edir. Zəngəzur dəhlizinin Birləşmiş Ştatlar, Çin, İran kimi ölkələr üçün də əhəmiyyətli olduğunu qeyd edən sədr həmçinin bildirib ki, Türkiyənin Ermənistanla münasibətində qırmızı xətti Azərbaycandır. Ermenistan Azerbaycan'la tam bir mutabakat sağlamadan Azerbaycan'la vardığı anlaşmanın gereğini yerine getirmeden bizim Ermenistan'la normalleşmemiz diye bir şey söz konusu olamaz. Yani burada aslında kararı verecek olan Azerbaycan'dır. Ve Türkiye şu ana kadar da zaten bütün bu süreçleri Azerbaycan'la istişare ederek geçirmektedir.